Hamıya salam. Unreal Engine daxilində işıqlandırma dərslərimiz davam edir. Bugünkü dərsimizdə mühərrik daxilində fotorealistik işıqlandırmanın işləmə prinsipini öyrənəcəyik. Bu dərsimiz həm dizaynerlər üçün, həm də oyun proqramlaşdırılmasında olduqca aktual mövzulardan biri sayılır. Bundan əlavə, onu da bildirim ki, bugünkü dərsimiz daxilində 3 müxtəlif işıqlandırma növünün işləmə prinsipini öyrənəcəyik. Bunlar hal-hazırda gördüyümüz nisbətən buludlu açıq hava şəraiti olacaq. İkinci işləyəcəyimiz işıqlandırma effekti tutqun hava effekti olacaq və son olaraq gecə işıqlandırmasını mühərrik daxilində fotorealistik səviyyədə necə işləyə biləcəyimizi öyrənəcəyik. Bu işıqlandırma effektlərini mühərrik daxilində işləmək üçün əvvəlcə bizə xüsusi bir material lazımdır. Məhz bu materialın köməyi ilə sıfırdan öz sky sferamızı hazırlamağı öyrənəcəyik. Daha sonra bu sky sferanın köməyi ilə hər üç işıqlandırma effektini necə işləyə biləcəyimizi bugünkü dərsimizdə öyrənəcəyik. İlkin öncə dediyimiz kimi xüsusi bir material hazırlamalıyıq. Bunun üçün sadəcə olaraq Content Browser'ın boş yerində sağ klik edirik və burada gördüyümüz material bölümünü seçirik. Materialımızın daxilinə keçid etdikdən sonra belə bir sadə material hazırlayacağıq. İlkin öncə kök modulumuzu seçirik və burada gördüyümüz kimi Two-Sided və Shading model bölümlərini bu qaydada dəyişirik. İlkin öncə Two-Sided bölümünü aktivləşdiririk və daha sonra Shading model bölümünü default lit deyil, unlit olaraq müəyyənləşdiririk. Çünki bu material daxilində yalnız və yalnız bizə emissivlik parametri lazım olacaq. Kök modulumuzu bu qaydada hazırladıqdan sonra bizə xüsusi bir tekstura lazımdır. Bu teksturaları isə öncəki dərslərimizdə sizə izah etdiyim kimi Polyheaven adlı internet saytı üzərindən yükləyib istifadə edə bilərik. Hazırda gördüyümüz bu internet saytına daxil oluruq və buradan Asset bölümündən HDRI bölümünə keçid edirik və istəyə uyğun olaraq buradan istənilən HDR-ımızı yükləyib istifadə edə bilərik. Bunu nümunə olaraq sizə hal-hazırda göstərirəm. Misal üçün belə bir teksturanı istifadə etmək istəyiriksə, bunun üçün bu tekstura üzərinə klik edirik və bu teksturanı iki müxtəlif üsul ilə mühərrik daxilinə yükləməliyik. Birinci nümunədə yükləyəcəyimiz tekstura növü HDRI tekstura növü olacaq. Bu bizə sadəcə olaraq Skylight daxilində xüsusi kub map vasitəsilə işıqlandırmanı təmin etmək üçün istifadə edəcəyimiz tekstura olacaq. Bunun üçün sadəcə olaraq burada ölçü bölümündə 1K ölçünü seçməyimiz kifayət edir və daha sonra bu bölümdən EXR deyil, HDR olaraq bu bölümü seçirik və daha sonra download düyməsinə klik edirik. Bu teksturamızı bu qaydada yüklədikdən sonra ikinci bizə lazım olacaq tekstura birbaşa sky sferamızın üzərinə tətbiq edəcəyimiz teksturamız olacaq. Məhz burada hər iki tekstura eyni olmalıdır. Lakin burada forma fərqi olacaq. Sky sferamız üçün isə burada ölçümüzü nümunə olaraq 8K kifayət edəcək və daha sonra burada HDR deyil, EXR olaraq seçirik və yenidən download düyməsinə klik edirik. Hər iki teksturamızı yüklədikdən sonra keçid edirik yenidən mühərrik daxilinə. Mühərrik daxilinə keçid etdikdən sonra yüklədiyimiz teksturalarımızı bu qaydada mühərrik daxilinə import edirik. Burada gördüyümüz kimi həm bizim yüklədiyimiz 1K ölçüdə teksturamız da burada mövcud olur, həm də sky sferamız üçün tətbiq edəcəyimiz 8K ölçüdə teksturamız da burada mövcud olur. Burada gördüyümüz 8K ölçülü teksturamızı mouse'un köməyi ilə tuturuq. Sadəcə olaraq düzəltdiyimiz material daxilinə gətirib bu şəkildə buraxırıq və daha sonra teksturamızı material instance daxilindən idarə edəcəyimizə görə mütləq şəkildə bu teksturamızı gözəl olar ki, üzərinə sağ klik edib burada gördüyümüz Convert to Parameter bölümünü seçək. Daha sonra burada adlandırma həyata keçirməliyik. Mənim nümunədə gördüyümüz kimi SkyText adlı bu parametrimi adlandırmışam. Çünki dediyimiz kimi həmin bu materialımızın instansı daxilində teksturanı istəyimizə uyğun olaraq istənilən zaman dəyişə bilərik. Daha sonra burada vurma əməliyyatını yerinə yetiririk və bir ədəd gördüyümüz kimi skalar parametri burada müəyyənləşdiririk. Skalar parametrimizi brightness olaraq adlandırırıq. Bu funksionallıq sadəcə olaraq bizə tətbiq etdiyimiz teksturanın parlaqlığını təmin etmək üçün istifadə edəcəyik. Növbəti olaraq Desaturation adlı funksiyamızı çağırırıq. Məhz bu funksiyanın köməyi ilə öz teksturamızın rəng dolğunluğunu burada təyin edə bilərik. Yenidən bir ədəd skalar parametri burada təyin edirik
Və burada təyin etdiyimiz skalyar parametrimiz üçün susmaya görə dəyərimizi 0 veririk. Ümumiyyətcə burada təyin etdiyimiz funksiyanın skalyar parametrinə 1 versək, bizim teksturamıza tətbiq olunacaq bütün rənglər ağ və qara rəngdən ibarət olacaq. Ona görə də burada susmaya görə 0 saxlayırıq. Təbii ki, istəyə uyğun olaraq daha sonra material instans daxilindən bu parametri idarə edəcəyik. Növbəti burada gördüyümüz power adlı funksiyanı çağırırıq. Və burada exponential adlı parametrimizə yenidən bir ədəd skalyar parametr təyin edirik. Bu skalyar parametrin köməyi ilə burada tətbiq edəcəyimiz teksturamız üçün kontrastlıq dəyərini buradan tənzimləyə bilərik. Susmaya görə burada dəyərimizi 1 olaraq müəyyənləşdiririk və ən son olaraq yenidən vurma əməliyyatını icra edirik. Burada gördüyümüz kimi 3 ölçülü vektordan istifadə edirik. Bunun üçün sadəcə olaraq klaviaturada 3 klavişinə sıxılı saxlayırıq və redaktorun istənilən boş yerində bir dəfə klik edirik və gördüyümüz bu 3 ölçülü vektorun köməyi ilə bu əməliyyatı yerinə yetiririk. Lakin burada 3 ölçülü vektorumuzu bu şəkildə gətirdikdən sonra mütləq şəkildə üzərinə sağ klik edirik və burada gördüyümüz Convert to Parameter bölümünü yenidən seçirik. Mənim nümunəmdə bu parametrimi tint olaraq adlandırmışam. Məhz bu parametrin köməyi ilə ümumi sky sferamızın rəng salarını istədiyimiz kimi istifadə edə biləcəyik və son nəticəni də burada gördüyümüz kimi Emissive Color adlı parametrimizə ötürürük. Bu şəkildə materialımızı tamamladıqdan sonra alınan nəticələri Apply və Save edirik və daha sonra bu düzəltdiyimiz əsas materialımızın üzərinə sağ klik edirik və burada yuxarı hissədə Create Material Instance adlı bölümü seçirik və bu materialımızın gördüyümüz kimi instansını burada düzəldirik və artıq fikir verdinizsə, düzəltdiyimiz material instans daxilində bizim üçün bir çox parametrlər burada əlçatan olur. Məhz dediyimiz kimi birbaşa material instans daxilindən həmin sky sferamız üçün burada teksturamızı da dəyişə bilərik və digər parametrlərdə gördüyümüz kimi istəyimizə uyğun olaraq buradan tənzimləyib istifadə edə bilərik. Materiallarımızı hazırladıqdan sonra nümunə üçün səhnədən bütün işıqlandırma mənbələrini hal-hazırda silirəm və gördüyümüz kimi hal-hazırda səhnədə bütün işıqlandırma mənbələrini silmişəm və səhnəmiz tamamilə qaranlıqdır. Sadəcə olaraq burada lit bölümündən unlit bölümünə keçid edirik. Səhnədə edəcəyimiz dəyişiklikləri görmək üçün. Daha sonra səhnəyə bir ədəd sfera adlı həndəsi fiqur əlavə edirəm və bu sferamızın Details bölümündə ölçüsünü təbii ki, istəyə uyğun olaraq böyük bir ölçü burada təyin edə bilərik. Mənim nümunəmdə landscape'im, yəni landşafım olduqca böyük ölçüdə olduğuna görə burada 25.000 olaraq ölçümü təyin edirəm. Ölçümü təyin etdikdən sonra bu sferam üçün mobility rejimimi movable olaraq müəyyənləşdirirəm. Çünki aydın məsələdir. Biz hal-hazırda sky sfera ilə işlədiyimizə görə burada sky sferamız bizim dinamik şəkildə olmalıdır və edəcəyimiz bütün dəyişikliklər bu sky sferamıza dinamik şəkildə tətbiq olunmalıdır. Rejim bölümümüzü də müəyyənləşdirdikdən sonra aşağı hissədə burada gördüyümüz kolliziya bölümündə no collision olaraq müəyyənləşdiririk. Çünki bu gördüyümüz sky sferanın bizə heç bir halda bizə kolliziyası lazım olmayacaq. Və son olaraq burada gördüyümüz bu sferamız üçün Cast Shadow adlı parametri mütləq şəkildə söndürməliyik. Çünki dediyimiz kimi bu sferadan bizə heç bir kölgələrin də yansımağı ehtiyac olmayacaq. Bu parametrləri bu qaydada tənzimlədikdən sonra alınan nəticələri save edirik və daha öncə hazırladığımız material instansımızı birbaşa bu sferamızın material bölümünə bu şəkildə mənimsədirik və artıq gördüyümüz kimi bizim sky sferamız tətbiq etdiyimiz material ilə işləməyə başlayır. Lakin biz səhnədə hal-hazırda ümumi işıqlandırmanı işıqlanma rejimində deyil, işıqlanmasız olaraq baxırıq. Hal-hazırda lit rejimə keçid etsək, səhnədə sky sferamızın işlədiyini görə bilərik. Lakin yerdə qalan səhnədə bütün obyektlərin, o cümlədən landşafımızın tamamilə qara olduğunu görürük. Bunun üçün səhnəyə bir neçə bizə lazım olan işıq komponentləri əlavə etməliyik. Bunun üçün ilkin öncə işıqlandırma bölümünə keçid edirik və burada gördüyümüz Skylight adlı işıq komponentimizi səhnəyə əlavə edirik. Daha sonra bu komponentimizi əlavə etdikdən sonra burada Mobility bölümünü movable olaraq müəyyənləşdiririk və növbəti burada Source Type bölümündə
SLS Cube Map bölümünü seçirik. Bu bölümü seçdikdən sonra burada Sky sferamız üzərinə tətbiq etdiyimiz teksturanın Skylight üçün nəzərdə tutulan SDR adlı teksturamızı buraya tətbiq etməliyik. Mənim nümunəmdə bu teksturadan söhbət gedir. Bu teksturamızın üzərinə klik edirəm və bu bölümə bu şəkildə mənimsədirəm. Bunu burada etməkdə əsas məqsədimiz ondan ibarətdir ki, səhnədə bizim Sky sferamızın üzərinə təsəvvür edin bir material tətbiq etmişik. Lakin səhnədə digər işıqlanan və əks olunan yerlərin məhz bu teksturaya uyğun olaraq həyata keçirilməyini istəyiriksə, mütləq şəkildə hər iki nümunədə həm Sky sferi üzərində, həm də Skylight üzərində eyni teksturanı işləməyi olduqca vacibdir. Məhz buna görə də burada eyni teksturanın SDR formatını buraya mənimsədirik. Daha sonra Cube Map Resolution parametrini nümunə üçün 512-yə qaldıra bilərik. Və hal-hazırda fikir verdinizsə, artıq bizim səhnəmiz Skylight vasitəsilə bizim teksturamızdan gələn məlumatlara uyğun olaraq işıqlanmağa başladı. Növbəti olaraq səhnəmizə bir ədəd Directional Light, yəni istiqamətlənmiş günəş işığı buraya yerləşdiririk. Daha sonra Directional Light'ı yerləşdirdikdən sonra intensivlik parametrimizi 3-ə salırıq və bizim səmamız aydın bir səma olduğuna görə burada Source Angle parametrini kiçik dəyərlər saxlaya bilərik. Lakin təbii ki, tutqun hava olarsa, burada öncəki dərslərdən də bildiyimiz kimi Source Angle adlı parametrimizi böyük dəyərlər mənimsətməyimiz məsləhət olacaq. Çünki həmin o səmadan yer səthinə tətbiq olunacaq kölgələrin daha kəskin və yaxud da yumuşaq şəkildə tətbiq olunmağını istəyiriksə, məhz bu zaman dediyimiz bu parametri bu şəkildə tənzimləməliyik. Növbəti olaraq bizim səmamıza uyğun olaraq səhnədə temperatur effektini işləyə bilərik. Bunun üçün temperatur parametrini aktivləşdiririk və burada gördüyümüz dəyəri 4500-ə saldığımız zaman səhnədə gördüyümüz kimi ümumi işıqlandırmamız isti ab-havanı imitasiya edəcək. Bu əməliyyatları da icra etdikdən sonra səhnəmizə bir neçə vizual effekt yerləşdirməliyik. Bu vizual effektlər ilkin öncə Post Process Volume adlı xüsusi bir volumumuz olacaq. Bu volumu səhnəyə yerləşdirdikdən sonra ilkin öncə Infinity Extend adlı parametrimizi aktivləşdiririk. Bu parametrimizi aktivləşdirdikdən sonra ekspozisiya effektini burada tənzimləməliyik. Mənim nümunəmdə hal-hazırda səhnədə eyni işıqlandırma rejiminin işləməyini istəyirəm. Məhz bunun üçün burada minimum və maksimum diapazonumu eyni dəyərləri mənimsədəcəyəm. Burada diapazonumuzu bu şəkildə tənzimlədikdən sonra növbəti səhnəyə bir ədəd Sky Atmosphere adlı vizual effekt yerləşdiririk. Ümumiyyətcə işıqlandırma mövzusunda olduqca geniş istifadə olunan xüsusi vizual effektlərdən biri sayılır. Hal-hazırda səhnədə yerləşdirdiyim Sky Atmosphere adlı vizual effektin işləmə prinsipini görürük. Və gördüyümüz kimi səhnədə çox gözəl bir realistik effekt əmələ gəlir. Sky atmosferimizi də səhnəyə yerləşdirdikdən sonra vizual effektlər bölümündən bir ədəd Exponential Heat Fog adlı duman əlavə edirik. Hal-hazırda səhnədə daha da realistik görüntünü əldə etmək üçün Exponential Heat Fog adlı vizual effekt bizə mütləq şəkildə lazım olacaq. Bu komponentimizi də səhnəyə əlavə etdikdən sonra Details bölümündə Volumetric Fog adlı parametri aktivləşdiririk və daha sonra burada Scale parametrini nisbətən aşağı sala bilərik və ümumi dumanımızın sıxlığını isə bu parametrin köməyi ilə buradan tənzimləyə bilərik və artıq səhnəmizə də fikir verdiyiniz kimi bütün işıqlandırma hal-hazırda tamamilə səhnəyə uyğunlaşmağa başlayır. Bütün bu əməliyyatları icra etdikdən sonra istəyimizə uyğun olaraq təbii ki, səmanın rəngini və yaxud da parlaqlığını tənzimləyə bilərik. Bunun üçün səmanın üzərinə klik edirik və material bölümünü aktivləşdiririk və öz materialı instansımızı bu şəkildə ekranın aşağı hissəsində yerləşdiririk və burada gördüyümüz parametrləri aktivləşdiririk. Misal üçün burada Brightness adlı parametr görürük. Dediyimiz kimi bizim səmamızın parlaqlığını bu parametr təmin edir. Misal üçün bu parametrin qiymətini hal-hazırda artırıram və gördüyümüz kimi bizim səmamız daha da parlaq olmağa başlayır. Və analoji olaraq azaltdığımız zaman səmamız bu şəkildə qaralmağa başlayır. Desaturation adlı parametrin köməyi ilə isə dediyimiz kimi bu dəyəri
1-ə mənimsətdiyimiz zaman bütün səmamız ağ-qara rəngə boyanmağa başlayır bu şəkildə. Bu parametrin köməyi ilə ümumiyyətcə olduqca maraqlı və xüsusi effektlər işləmək mümkündür. Lakin biz buraya -1 mənimsədəcəyimiz zaman bizim səmamız maksimal rəngləri dolğun şəkildə bizə ötürəcək. Buna da görə parametrimizi 0-da saxlayırıq. Təbii rəngləri burada təmin etmək üçün və daha sonra Power adlı parametrimizin köməyi ilə dediyimiz kimi səhnədə öz səmamızın kontrastlığını buradan təmin edə bilərik. Bu parametri artırdığımız zaman səmamızın kontrastlığı, yəni rəngarəngliyi daha da dolğun rənglərə boyanacaq deməkdir. Və analoji olaraq azaltdığımız zaman bu rəngləri solğun rəng olaraq istifadə edə bilərik bu şəkildə. Və növbəti buradan gördüyümüz tint adlı parametrin köməyi ilə bu parametri aktivləşdiririk və bu bölümə klik etdiyimiz zaman öz səmamıza istəyə uyğun olaraq burada rəng çaları müəyyənləşdirə bilərik. Gördüyümüz kimi səmamızı istənilən rəngə burada tint parametrinin köməyi ilə boyayıb istifadə edə bilərik. Lakin susmaya görə bu dəyəri ağ rəng olaraq təyin etdiyimiz zaman səmamız öz təbii rənginə boyanacaq deməkdir. Bütün tənzimləmələri həyata keçirdikdən sonra burada son olaraq bizim tekstura parametrimizi görürük. Məhz dediyimiz kimi birbaşa kök material daxilinə daxil olmadan belə material instance daxilində dinamik şəkildə səhnədə bütün teksturaları dəyişib istifadə edə bilərik. Bunun üçün sadəcə olaraq content browserimizə import etdiyimiz növbəti teksturaları burada istifadə edəcəyik. Misal üçün belə bir teksturadan istifadə edirəm burada. Burada teksturamızı bu şəkildə dəyişdikdən sonra mütləq şəkildə bu teksturamızı Skylight adlı işıq komponentimizdə də eyni ilə dəyişməyi unutmuruq. Bu şəkildə. Və hal-hazırda gördüyümüz kimi səmamız tamamilə tutqun bir ab-havanı imitasiya edir və bu ab-havaya uyğun olaraq səhnədə işıqlandırmanı hal-hazırda işləyə bilərik. Bunun üçün fikir verirsinizsə səhnədə işığın intensivliyi nisbətən yüksəkdir. Məhz buna görə Directional Light adlı işıq komponentimizi Details bölməsində intensivliyimizi 2-yə sala bilərik və analoji olaraq Source Angle bölümünü buradan yüksək dəyərləri mənimsədə bilərik. Misal üçün 100 olaraq mənimsədə bilərik. Çünki hal-hazırda bizim səhnədə istənilən obyektlərin əmələ gətirdiyi kölgələr olduqca yumuşaq şəkildə səhnədə istifadə olunacaq. Fikir verirsinizsə bizim personajımızdan yerdə əmələ gələn kölgə olduqca yumuşaq şəkildə istifadə olunur. Lakin mən bu bölümü 0,5-ə saldığım zaman hal-hazırda bizim personajımızdan yer səthində sərt bir şəkildə hal-hazırda kölgə görürük. Gördüyümüz kimi. Bu əməliyyatları icra etdikdən sonra burada temperatur parametrimizi bizim atmosferimizə uyğun olaraq nisbətən soyuq ab-havanı burada təmin etmək üçün bu dəyərimizi 7000 olaraq burada müəyyənləşdirirəm. Və artıq fikir verirsinizsə səhnəmizdə isti qammalar deyil, soyuq qammalar işləməyə başlayır və səhnədə bunun nəticəsində soyuq ab-havanı izləyicilərə bu şəkildə çatdıra bilərik. Və daha sonra burada istifadə etdiyimiz post-proses volumumuzu seçə bilərik və daha sonra burada ekspozisiya parametrimizi bu şəkildə 3-ə qaldırmaq ilə bizim səmamıza uyğun olaraq ümumi səhnədə bu şəkildə işıqlandırmanı tətbiq edib istifadə edə bilərik. Məsəl hazırda hazır nəticəyə baxsaq, fikir verirsinizsə bizim səmamıza uyğun olaraq səhnədə olduqca realistik işıqlandırma mövcuddur hal-hazırda. Lakin bu tip səhnədə mütləq şəkildə duman effektində tənzimləməyi unutmuruq. Bunun üçün Exponential Heat Fog adlı xüsusi vizual effektimizin üzərinə klik edirik və burada dumanımızın sıxlığını nisbətən bu şəkildə artıra bilərik və daha sonra volumetrik fog bölümündə burada gördüyümüz scale parametrini nisbətən bu şəkildə artıra bilərik.
Və hal-hazırda fikir verirsinizsə, Exponential Height Fog adlı xüsusi vizual effektin köməyi ilə səhnədə olduqca keyfiyyətli, fotorealistik, daha doğrusu kino səviyyəsində belə bir xüsusi işıqlanma effekti əldə edə bilirik. Və hazır nəticəyə baxırıq. Və gördüyümüz kimi səhnəmizdə bütün ümumi işıqlandırmamız ümumi ab-havaya və ümumi bizim landşaftımıza uyğun olaraq tam harmonik şəkildə işləməyə başlayır hal-hazırda. Və son olaraq mühərrik daxilində fotorealistik gecə işıqlandırmasını necə işləyə biləcəyimizi öyrənək. Bunun üçün yenidən öz Sky sferamızı seçirik və material bölümünə mütləq şəkildə keçid edirik. Material instansımızı ekranın aşağı hissəsinə bu şəkildə çəkirik və yenidən daha öncə sizə göstərdiyim Polyheaven adlı internet saytı üzərindən istənilən gecə işıqlandırması səmasının xəritələrin yükləyib istifadə edə bilərsiniz. Mənim nümunəmdə bu tip teksturaları yükləmişəm və daha sonra burada gördüyümüz 8K ölçüdə olan teksturamızı bu bölümə mənimsədirəm və növbəti olaraq bu əməliyyatı icra etdikdən sonra Skylight adlı işıq komponentimizi seçirəm və mütləq şəkildə eyni teksturanın HDR formatını bu bölümə bu şəkildə mənimsədirəm. Artıq fikir verdinizsə səhnədə işıqlandırmamız necə dəyişildi və daha sonra digər tənzimləmələri burada həyata keçirməliyik. Bunun üçün ilk öncə material instansımızın daxilində müəyyən dəyişikliklər edirik. Bu şəkildə material instansımızı tənzimlədikdən sonra alınan nəticələri save edirik və artıq material instansımızı tamamilə bağlayırıq və daha sonra səhnədə uyğun olaraq işıqlandırmanı nisbətən tənzimləməliyik. Çünki bizim atmosferimizə uyğun olaraq işıqlanma işlənməlidir. Bunun üçün ilk öncə Directional Light üzərinə klik edirik və buradan intensivliyimizi bu şəkildə 1-ə salırıq və daha sonra Post Process Volume'umuzu buradan seçib nisbətən tənzimləmə edə bilərik. Bunun üçün ekspozisiya bölümünə keçid edirik və burada nisbətən dəyərləri bu şəkildə tənzimləyə bilərik və yenidən səhnədə son olaraq hazır nəticəyə baxırıq və gördüyümüz kimi bizim gecə işıqlanmamız hal-hazırda gördüyümüz kimi möhtəşəm şəkildə səhnədə funksionallığını göstərir. Təbii ki, dediyim kimi istəyə uyğun olaraq burada istifadə etdiyimiz material instans və digər teksturaları tənzimləməklə istədiyiniz keyfiyyətdə fotorealistik işıqlanmanı burada əldə edə bilərsiniz. Məhz bugünkü dərsimizdə mühərrik daxilində fotorealistik işıqlanmanı və 3 əsas işıqlanma növünün necə işləyə biləcəyimizi sizlərlə öyrənmiş olduq. İlərləyən dərslərimizdə izləyicilərimizin verdiyi suallara uyğun olaraq video dərsləri hazırlamağa çalışacağam. İlərdə daha da bizləri maraqlı dərslər gözləyir. Kanalımıza abunə olmağı və videolarımızı bəyənməyi unutmayın. Bugünkü dərsimiz bu qədər. Hamıya uğurlar.